Salam dostlar, bu arxamda gördüyünüz Salemburg muzeyidir, Aviation muzeyi. Yəni Salemburg Aviasiya muzeyi. Bu muzeyin adı Kapitan Salemburg'un adından gəlir. Bu əslində bu kinosu da var, Sally kinosu. 15 yanvar 2009-cu ildə New Yorkdan LaGuardia aeroportundan Charlotte'a, yəni bu hal-hazırda mənim bu yanımda gördüyünüz bura əslində aeroportun hasarıdır. Aeroporta gələn təyyarə qalxışından 2 dəqiqə sonra motora quşlar girir və ilkin motorun da dayanması nəticəsində kapitan təyyarəni Hudson çayına salır və içində olan 155 nəfərin hamısı sağ qalır. Bu əslində böyük bir möcüzə kimi bir şeydir. Uğurlu bir pilot təcrübəsi nəticəsində təyyarə Hudson çayına düşüb və hamı sağ qalır. Təyyarə əslində New Yorkda çaya düşüb və Charlotte'a gələ bilməyib, amma artıq o təyyarəni Charlotte'a gətiriblər və arxamda gördüyünüz bu muzeydə içəridə bu təyyarəni saxlayırlar. Biraz da keçib oradakı təyyarəyə baxarıq və içəridə başqa muzeyin başqa təyyarələrinə də baxarıq. Vertolyotlar, təyyarə pilotların geyimləri, hərbiçilərin geyimləri, kosmonavtların geyimləri bu şəkildə. Deməli dostlar, burada arxamda gördüyünüz bu təyyarəyə minib içində praktis eləmək olur. Burada F4'tür, Phantom modeli. Burada F14'tür. Bu muzeyin əsas adı olan Salemburg əslində pilotun adıdır. Hansı ki 15 yanvar 2009-cu ildə öz hisslərini danışır. Bildiyiniz kimi o 155 sərnişinin hamısı sağ qalıb. 100 dənəsi yaralı, hardasa 30'a yaxını biraz ağır, 9 dənəsi ağır yaralı, səhv eləmirəm. Basically, they tell you the altitude leaving what they're climbing up to. Nə baş verirsə ilk 2 dəqiqədə baş verir. I know the geography of New York, so I recognize as we're going over the bay, I recognize as we're going up over the Bronx. I was seated on the right side of the airplane, so I thought, hey, let me look out the window. Let me see if I can see the Bronx and Yankee Stadium. Everything felt smooth, so I felt comfortable enough to reach under my seat,
get my bag Hamısı, out, pull out my book. təyyarələrdən- When I was pulling out my book and my head was Təyyarədə yaşandı. Təyyarədə baş verən There's no more engine hisslərindən noise. danışırlar. There's silence. And I realized immediately that we were in trouble. Açığı Cactus 15.9, turn left and çox qəşəng yaşadılar bunu. Cactus 1539, hit first, while stressing, open through 35 towards LaGuardia. Okay, you need to return to LaGuardia. Turn left heading up 220. 220. They say you only use like about 8% of your brain, but when something like this happens, I think it doubles. Just time goes so slow. Down to stop your departure, it's got emergency returning. I believe it's 1529. He bird strike, he lost all engine, he lost the thrust in the engine. He's returning immediately. Cactus 1529, which engines? He lost thrust in both engines, he said. Got it. Cactus 1529. I can get it to you if you want Hər to iki try to motoru land itirib, 113. yəni təyyarənin hər iki motoru dayanıb bu barədə məlumat verirlər. It smelled like an electrical fire. Someone grow up, you know. My heart was beating very. I remember it was deafening. Like I couldn't hear anything because my heart was beating so loudly. But at the very last, say 20 seconds or so after I said my goodbyes and I said my prayers, that's when I had the feeling that overcame me of peace. Tango Alpha, it looks like there's maybe an incident here. Got it, everything is visual. Tango Alpha, is he still flying? Still flying. Thank you. Looks like he's stepping over. Going down. Somebody behind yelled, "Be ready to open those doors." When they screamed at somebody up by the door said, "We got it." In the water. Crazy scrape sound. For a couple of seconds, nobody did anything. The captain came out and said, "Evacuate." I felt water around my feet immediately, and it was cold. We just followed each other out, and out on the wing I go. I just jumped into the water like you jump into a swimming pool. I just remember thinking, like, I can be cold compared to dead. Now the people coming off, so I was slowly moving down the wing to make room for others. And I looked, and there were people walking on water. I guess I did die. I remember very quickly looking down the river and seeing the first ferry boat coming towards us. My crew took out 24 people. My deckhands were literally like grabbing them like fish and putting them on the deck. We know people call this the miracle on the Hudson, but for an investigator, it was just a convolution of things that went right. Good training in the airline that was involved, good oversight from the FAA, a manufacturer that designed a very good and safe aircraft, and in the very end, they managed to land the aircraft successfully. Over 45,000 flights a day occur within the United States. The airspace system here in the U.S. is very complicated and very large. 2.9 million people fly every single day. I remember walking off the plane and saying to the Jersey City firemen, "Did anybody die? Did anybody die?" And I remember him saying to me, like, "You know what? We don't think so. We don't think so." And I remember just thinking, like, no way. That's impossible. We were given the gift of another day, another year. If you look at it that way, another lifetime. And by some miracle, we get to have it. Təyyarə bu film ümumiyyətlə mənim ən çox təsirləndiyim filmlərdən biridir. Burada çox böyük əmək var. Pilotun çox, yəni o emosional qərar verməyi, çünki təyyarə orada 2 dəqiqə, 3 dəqiqə gördüyünüz kimi 2 dəqiqə, 3 dəqiqə ərzində qərar verib, hətta heç 2 dəqiqə, 3 dəqiqə də olmayıb, 2 dəqiqə ərzində qərar verib və bu qərar tamamilə, yəni kiçik bir səhvi ucbatından gedib New Yorkda hər hansı bir binaya və bütün binaya dəyə bilərdi və bütün insanların ölümü ilə nəticələnə bilərdi və başqa bir şey ola bilərdi. Yəni pilot burada çox böyük
yəni qəhrəmanlıq göstərir. Məncə o ümumiyyətlə kinoda o pilotun o qəzadan sonra verdiyi məhkəməyə, yəni daha doğrusu araşdırmaya, sorğuda verdiyi canfəşanlıq, yəni ona çox əziyyət verirlər əslində ilk başlarda, yəni qəsdən eləmiş kimi. Amma əslində eləməyib belə bir şey. Təbii ki, bildiyimiz kimi günün sonunda qəhrəman adına layiq görülür, hətta adına muzey də açılır. Yəni çox belə təsirli bir şey də açılır. Çox maraqlıdır. Belə. So it drops a box with a parachute. Bu gördüyünüz təyyarə həmin təyyarədir. İlk orada da görürsünüz. Bu təyyarə Hudson çayına düşüb New York'da. New York'da yaşayanlar var, yəni New York'a gedib gələnlər və ya film izləyənlər bilir yəqin ki. Mən bildiyim qədər bu Airbus'dur. Airbus 320, A320 daha doğrusu. Burada da var. Və təyyarə bu vəziyyətdə, yəni daha doğrusu bütöv vəziyyətdə suya düşüb. Bu tamamilə suya düşüb çıxarılıb gətiriblər bura. Burası motorudur. Yaxından izləyə görə necədir? Deməli, təyyarə demək olar ki, bütöv vəziyyətdədir. Yəni, bilmirəm, restorasiya eləyiblər yoxsa yox, mən bildiyim qədər eləməyiblər. Yəni, qırılmayıb, qanadları üstündədir. Biraz arxası motor ayrılıb təbii ki. Çünki motorlar zaten havada olanda belə xəsarət alırlar. Həm də motorlar elə durur ki, suya düşəndə mümkün deyil ki, qırılmasın. Amma bir arxası qopub, bir də motoru. Başqa heç bir şey. Yəni maşın, təyyarə olduğu kimi durur. Bütöv gövdə, yəni qırılmayıb. Altı. İçində çamadan zad qalmır. Burası çamadan yerində əslində. Kanadlar bu vəziyyətdə. Bu arxa hissəsidir. Quyruq hissəsi təyyarənin. Bu hissə qopub. Burası da qalan hissəsini bura gətiriblər. Biz o tərəfini də çəkim. Təyyarənin digər tərəfi və digər qanadı. Bu qanadına keçmədən əvvəl buranı bitirim. Burada simulyasiya, yəni oturub təyyarə sürə bilirsiniz. Burada da balaca bir Azərbaycan dilində, Azərbaycan daha doğrusu Rus dilində isə kukruznik var. Buraya oturub şəkəzat çəkdirmək olur. Gəldik burada belə radiolar, astronavt geyimləri, bu kimi şeylər var. Bu qırmızı kutu, qara kutu deyilir. Əslində qırmızı rəngdədir. Yəqin ki bilirsiniz. Bunun içində Harters falan olur. Məncə bunlar da artıq təkmilləşdirilib. Ya o böyüklükdə olmur mən bildiyim qədərilə. Amma yenə də qara kutu odur. Keçək təyyarənin bu tərəfinə. Təyyarənin gövdəsi əzilib burada. Çox güman suya çarpılanda bu tərəfə əzilib tamamilə. Burada artıq gövdəsindən qopuqlar var və təyyarənin motoru, yəni buradan ayrılıb digər tərəfdədir. Belə qanadları çox xəsarət alıb. Bəlkə də ən çox xəsarət olan yerlərindən biridir qanadları.
əslində ingilis dilində Gulfstream 2 deyirlər. Gulfstream 2-dir. Bu da Eagle Claw. Deyəsən. EC-130i 79-cu ildə CIA-nin işçiləri, əməkdaşları belədir. İranda həbs olub. Bunları geri gətirən təyyarədir. Həmən yanımızda Charlotte beynəlxalq aeroportu var. Bu dediyim kimi həm NASA'nın, həm də NASA'nın təyyarəsi olub, həm də ki sonra özəl təyyarə olub.